Reallıq budur ki, motosikl totokontrolla idarə olunur. Yəni çox adamın biraz gülməli, absurd kimi gələ bilər. Ümumiyyətlə biraz təbii ki, bu məsələ humoristik söhbət var. Dünyada da totokontrol deyə bir şey yəqin ki, yoxdur. Bunu mən totomdan uydurmuşam. Amma məsələ budur ki, həqiqətən də motosiklı bəzi hallarda təbii ki, kontra texnikasını və s. və ilə axır neynəsək də həmişə body position deyilən bir şey var. Bədən bir sözlə belə deyim, bədən aerodinamikamızdan, bədən hərəkətlərimizlə motosiklı idarə edirik və bunda əsasilə bədənimizin üst hissəsi düz qalır, totomumuzu sağa sola eləyərək manevr elətdiririk. Məsələn, baxın, görürsünüz, bədənim düzdür, amma totom hərəkət eləyir. Yəni, bu da odur ki, həqiqətən də totokontrolla, görürsünüz, bax. Bu da o deməkdir ki, həqiqətən də bədənimiz düz qalaraq totomuzla kontrol edirik motosiklı. Yəni, totokontrol həqiqətən də həyatı xilas eləyir. Bu şeylərdə də hər zaman da dediyimiz kimi düzgün oturuş, düzgün bədən pozisiyası ən vacib şərtlərdən biridir. Motosikl sürmək istəyirsinizsə, bu bədən konfigurasiyasını, bədən quruluşunu, bədən anatomiyasını da yaxşı bilməlisiniz ki, normal şəkildə dönüşlər, kontrollar verə biləsiniz. Məsələn, arxada maşın olub olmadığını görürəm, amma hər ehtimala qarşı əlimlə işarət edirəm ki, gəlib loviyalığa girməsin, dana. Loviyalığa girsin, mənə girməsin, hara girir girsin. Dediyim kimi, bədən pozisiyası, totokontrol, əsas məsələ totonuzdan müğayət olun, motosikl sürmək istəyirsinizsə.